ki, bugünkü qardaşmada bir o qədər yadda qalan olacaq. Beşə Futbol Liqasının sədaları altında komandalar bir-birinə görüşür. Biz artıq vaxt itirmədən start heyətlərini sizə təqdim edə bilərik. Neftçidə qapıda kapitan Rıza Cəfərov, meydan oyunçuları 10, Filip Ozoviç 3, Höccət Haqverdi 19, Azər Salahlı. Kəpəz komandasında start heyətini təqdim edə bilərik. Qapıda 1 Rogerio Santos, 2 İlkin Qırtımov. Start fiti gəldi. Hər iki komandaya uğurlar arzulayırıq qarşılaşması üçün. Mustafa Kemal şərh eləyir. İlk həmlə Neftçidən ola bilər. Azər Salahlı. Böyük müddət bəslənən oyuncu transferlərin arasında trend, amma hələ ki bu müddəri doğrula bilməyib. Artıq mövsüm yekunlaşır. Ağadadaşdan əla hərəkətlər. Ağadadaş! Burada son həmlədə qapçı Rogerio Santos imkan vermədi. Bu isə az öncəki epizodun təkrarı. Baxırıq. Bax, bu epizodda Ağadaş Salyanski yaxşı oynamışdı. Ötürmürəliyə bassal Sambu orada tək idi, darıxırdı. Ürəyi sıxılırdı, keçdi. Bir əmrədə aldatdı. Yego Kvalkonu ardından öz zəhmətini bəlkə də hədər elədi. Bassal Sambu. Şu fürsət düşmüşdü Neftçi futbolçularının əlinə. Qışda qoşulan Bassal Sambu'da Kvalkonu əla keçdi, amma əslində böyük ölçüdə istəyi, hədəfi çərçivəni nişan almaq idi, ayağı sürüşdü. Alex Fernandez, Alex'dən divar paslaşması, Alex son nöqtəni qoydu. Bassal Sambu və Alex Fernandez işbirliyi burada. Əla gördü Sambu'nu və Sambu'nun tək toxunuşu o qədər incə, o qədər səlis, o qədər dəqiq idi ki, yəqin ki, qolu bu hücumu qola çevirməmək günah olardı. Alex Fernandez tərəfdən məsələyə yanaşsaq. Neftçi hesabda öndə olan tərəfdən. Filip Ozoviç, Shtogrin. Sambu yenidən sürətləndi mərkəzdə. Shtogrin. Öndə Etram var. Shtogrin hələ ki top bitirməyib. Bir xeyli yol qət elədi. Top onu almaq mümkün deyildi. Divar paslaşması. Shtogrin yerdə qaldı. Bu qayda pozuntusudur. Pana qaydanı pozub. Yaxşı oynadı, mərkəzi doğru irəlilədi. Ardından götürmək istəyəndə ona qarşı Pana qaydanı pozdu. Bəli. Ozoviç. O qaldı yalnız. Ozoviç'in zərbəsi top. Hədəfdən yayınır. Yerdə qaldı, qayda pozulmayıb. Burada Neftçi futbolçularına Bassal Sambu var. Sambu topu attı önünə, baxır sağına. Ağadaş top istəyir. Bassal Sambu. Top Rogerio Santos'ta qaldı və İlk hissənin final fiti səslənir. Neftçi hesabda 1-0 öndə. Bağrov radikal dəyişikliklərə getdi. İkinci hissə başlayır. Hər iki tərəfə uğurlar. Önündə Ehtiram Şahverdiyev var. Shtogrin daxil oldu rəqibin cərmə meydanına. Ehtiram önünü bax bu cür kəsir. Shtogrin'in və dərhal Kəpəz hücuma çıxır müdafiədən səhv. Luis Paçu 1-1-də deyil. Luis Paçu və gol! Baxırıq. Burada iki müdafiəçi Höccət idi o. İndi top oyuna daxil etmək olar. Azərdən ötürməyə qapı önünə Yuri Matyas. Çərçivəyə düşə bilmədi. Shtogrin, Ağadadaş. Elvin Camalov'un oynayır. Sağda Ervin Kofi boşdu. Alex Fernandez ondan ötürmə. Ağadaş Salyanski. Ağadaşın zərbəsi yumuşaq, incə almışdı, amma top qapıçıda qaldı və Hüseyin Afsay bayraqda qaldı, amma qırıq. Qol olsaydı bəlkə nəsə danışmaq olardı, amma öndə idi Ağadaş Salyanski. Sola çevirdi, sağ göstərib. Sola çevirir burada. Amma Camal'ın bir qədər yerisə düşmüşdü. Camal Cəfərov, önündə Ağadaş var. Camal keçdi Ağadaşdan. Əla reis Camal Cəfərov. İkinci cəzbə gol. Burada çətin topu idi. Həmin topu
meydanda saxladı, ardından bir hərəkətində Ağdalaş yerdə qoydu. Zərbəsi Rıza qaytardı. Elvin Camalov burada. Diqqətlər, Rauf Cabarov da bağışlamadı Elvini, qırmızı vərəqə. Baxırıq. Bax bu epizodda. Amma ilk toxunuşu məhz topu olduğunu bildirir Elvin Camalov həm hərəkətləri ilə, həm jestləri ilə. Hərçənd ki, qərar ölçüyə tak verdi. O da öz növbəsində. İrəli oynayır Ozoviç. Murad Məmmədov soluna çəkdi. Muradın zərbəsi ilkin. Burada əllə oyuna etiraz var Neftçi futbolçularında. Baş hakim tələsməyindi. Bir əminlik var idi Murad Məmmədovda. Bax bu epizodda topun Kəpəz futbolçunun əlinə dəydiyini bildirirdilər. Çingırtımov idi o. Bu rakurs bizə bir sual yarana bilər ki, nəyə görə bu qədər çox epizod dəyərləndirildi? Yalnız indi baş hakimi çağırırlar var monitoruna. Son qərarı elə Rauf Cabarovun özü verəcək. Özü gedir baxmaq epizoda. Bütün məsuliyyət maçın baş hakimindədir. Fərqli rakurslardan epizod hazırda referiyə də göstərilir. Son qərar. Qərar penaltidir. Qərar Neftçinin lehinədir. 11 metrlik cərimə zərbəsi qazanır Neftçi. Emin Mahmudov topu qoydu nöqtəyə. İşarə gəldi Rauf Cabarovdan. Emin Mahmudov yaxınlaşır. Eminin zərbəsi və 2-2 hesab bərabərləşir Neftçi arenada. Neftçi hesabı bərabərləşdirir. Neftçi məğlub olmur. Emin Mahmudov sakit şəkildə gəldi, irəlilədi, zərbəsini endirdi. Santuş cinaha tapmışdı, amma komandasını qoldan xilas edə bilmədi. Və Rauf Cabarovun final fiti Neftçi Kəpəz oyununda